Dostlar, Ramazan qurtardı. İnşallah başlayırıq paylaşım eləməyə. Bizim naşirablı şarmamız qozlu adlı. Keçmişimsə də qozluya. Bu qozdandır. Gördüyünüz kimi. Tərkibində də qoz var. Amma onu çəkmişəm inşallah paylaşım. Bu qozlu xüsusi dad verir. Çox möhtəşəm dadı var qozdan. Əvvəl qozdan yeyirlər, qoz yeyənlər bilir də necədir. Qozdan həm dadlıdır, həm də çox tutumludur. Bir dənə yiyirsən, azmaq bilmirsən, axşama kimi. Buradan da saç istilimdə Nusrat Usta'ya təşəkkür edirəm. Görsən nə qəşəng qırxıb saçımı. Nusrat Usta bir də yeç ustadır.